Müasir zamanda yaranmış yeni bir ehtiyac növü var. Görünür olma ihtiyacı. Yadınıza salın, bir 10 il önce, 15 il önce nə qədər görünür olmağa ehtiyacımız var idi. Bizə bunu nə sürüklədi? Niyə hamımız etdiyimiz işdən, peşəmizdən, fəaliyyətimizdən, yaşımızdan, cinsimizdən asılı olmayaraq görünür olmağa ehtiyacımız var və bu bizə nə qədər xidmət edir? Həyatdakı bütün ehtiyaclara baxsaq, bəli, müəyyən zamanlarda, müəyyən yaşlarda, müəyyən həyat etaplarında sahib olduğumuz bəzi ehtiyaclar olur. Amma bunlar orqanik və sağlam olduğunda və biz bunlara çatmağa çalışdığımızda daha təbii bir həyat yaşayırıq. Ta ki bizə aid olmayan və yaxud da balanssız şəkildə bir ehtiyacı ilahiləşdirib ona çatma arzusuna çevirənə qədər. Son illərdə seanslarımda, insanlarla söhbətlərimdə və ümumiyyətlə cəmiyyəti müşahidə edəndə gördüyüm vacib bir məqam tapmışam. Xüsusilə də sosial media həyatımıza gəldikdən və həyatımızın bir parçasına çevrildikdən sonra, hətta deyərdim ki, mərkəzinə çevrildikdən sonra hamımız öz həyatımızın mərkəzindən özümüzü çəkib sosial medianı qoymuşuq və belə olduğu halda biraz özümüzdən uzaqlaşmışıq. Bəli, sosial medianın faydaları həddən artıq çoxdur. Faydaları qədər, kifayət qədər zərərli tərəflər də mövcuddur, ta ki biz bunu iradəmizlə idarə etməyənə qədər. Bir də sosial medianın bizə arxa planda təsir etdiyi məqamlar var. Hamını izləyirsiniz, tanıdığınız insanların belə məşhurlaşdığını görürsünüz. İstər səyahəti, istər təhsili, istər yaşam tərzi, istər hobbiləri ilə gündəmə gəlir tanıdığınız insanlar. Və bu sizdə bir yerdən sonra bir dəyərsizlik, əksik hiss etmə və ya geridə qalma hissi yaradır. Bu an bir duyğu yaranır. Mən də görünür olmalıyam. Amma bu duyğu o qədər daxildən deyil, xaricdən gələn faktorla formalaşır ki, duyğunu idarə edə bilmirik. Sanki bir növ onunəsirinə çevrilmiş oluruq. Filan kəs görsəndisə, mən də görsənməliyəm. Və yaxud da bugün bir kitab oxudumsa, onu paylaşmalıyam. Bugün əyləndimsə, onu paylaşmalıyam. Bugün gözəl bir an yaşadımsa, onu paylaşmalıyam. Hətta zaman-zaman gözəl an yaşama duyğusundan məhrum olub sadəcə görünür olma arzusuna keçirik. Bu isə müasir zamanənin bizdən aldığı o ülvi hisslərdən biridir. Anda qalmaq və anı özün üçün yaşamaq. Görünür olmaq xüsusilə gənclərdə, orta nəsil insanlarda çox müşahidə olunur. Sanki bir növ hər an səhnədə olmaq istəyirik. Və səhnədə olmaq bir məsuliyyətdir. O işıqların üzümüzə düşməyi, insanların bizi izləməyi, bütün bunlar fərqli bir enerji istəyir. Amma səhnəyə çıxmaq üçün belə səhnə arxasında, pərdə arxasında hazırlıq getməlidir. Biz pərdə arxasını, hazırlıq hissəsini tamamilə həyatımızdan çıxardırıq. Çünki fokusumuz sadəcə səhnədə olmaqdır və səhnədən də düşmək istəmirik. Bir aktyor təsəvvür edin, səhərdən axşama qədər səhnədə olsun. Sadəcə yatdığı zamanlarda səhnədən düşür, amma səhərdən yatana qədər görsənmək istəyir. O aktyor belə yorulmazmı? İnsan da bəzən yorulur. Görünür olma çabası insanı həqiqətən çox yorur. Əslində isə insan arxaya keçsə, özünün dünyasına fokuslansa, hisslərinə baxsa, ehtiyaclarına baxsa, kölgədə qalıb həyatını sorğulasa, addımlarını planlasa, görünür olma ehtiyacından qurtula bilsə, o qədər gözəl həyat yaradar. O qədər keyfiyyətli bir həyat yaratma fürsətinə sahib olar ki, sanki bir növ hər kəs məşhurluq xəstəliyinə tutulub və bu xəstəlik onu fərq etməyincə bizim həyatımıza ciddi təsir edir. Əgər bu gün siz həqiqi bir dəyişim yaratmaq istəyirsinizsə, 6 ay, 1 il, 3 ay, 5 ay heç zamanın fərqi yoxdur. Özünüz üçün yaşayın, özünüz olun. Çəkilin kənara, həyatınıza kənardan baxın. Gündəlik davranışlarınızı ölçün. Səhər durdum, nə etdim? Günorta nə etdim? Axşam nə etdim? Həyatıma necə bir fayda qatdım? Arzuladığım bir həyat tərzi var. Ona getmək üçün hansı addım atdım? Bunu sadəcə şuurlu insanlar sorğulaya bilər. Amma hansısa bir duyğuya həbs olunduğumuzda, özümüzü geridə qalmış kimi hiss etdiyimizdə, öz həyatımızın da ipləri sanki bizim əlimizdən qopur. Baxın, zaman gələcək bəlkə də sosial medialar olmayacaq. Zaman gələcək, indiki tələblər başqa tələblərlə öz yerini dəyişəcək. Siz həmin zamana hazırsınızmı? Ön hazırlığınızı etmisinizmi? Həqiqi inkişaf etmisinizmi? Baxın, dəyişim buradan başlayır. Səmimilikdən, dürüstlükdən, inkişafdan və bilikdən. Heç kimin sizi görmədiyi zamanlarda özünüzə sahib çıxın. Heç kimin sizi otağınızda görmədiyi zamanlarda verdiyiniz qərarlara diqqətlə baxın. Onlara sahib çıxın. Həyatınıza sahib çıxın. Bir yemək seçimində
Sağlam və ya qeyri-sağlam yeməyi seçərkən özünüzə sahib çıxın. Sanki xoşbəxt olma enerjisini o qədər vizuala bağlamışıq ki, daxildəki xoşbəxtlikdən uzaqlaşmışıq. İnsanlar sizi görməsəydi və yaxud da dünyada heç bir insan olmasaydı, necə bir həyat yaşayardınız indi? Görünmə ehtiyacından azad olsaydınız, necə bir mən olardınız? Bu hissi mən də təcrübə eləmişəm. İllərdir ki, üzərinə düşünürəm. Görünməsəydim necə yaşayardım? Və nəhayət bunu bu qış yaşadım. Dəyişimdən keçərkən kölgəyə keçməyi bacardım və heç nə etmədən də, görünür olmadan da yaşamağın xoşbəxtliyini, azadlığını və mənə qatdığı inkişafı gördüm. Çünki özümü yenidən proqramlama fürsətim oldu. Bunun üçün də özümü yenidən müşahidə etməli idim və kənar faktorlardan uzaqlaşmalıydım. Elə Instagram detoksu etdiyim zamanda da beynimdə xeyli yer açılmışdı. Ötən yay 2 aya yaxın bir müddətdə Instagramdan tamamilə çıxdım və zehnimə özünü yenidən tanıma fürsəti verdim. Bunun da adını bilirəm və inanın ki, heç bir şey itirmirik. İnanın ki, çox da vacib məqamları qaçırmırıq. Sadəcə beynimizi məşğul edən bir çox fikirdən uzaq qalırıq. Hansı ki, bu da imkan verir ki, bugün bu enerjimi özümə ayırım. Fərqindəlikli yaşayım, şuursuz deyil. Müstəqil və azad olmaq istəyirsənsə, bugündən seçimlərinə diqqət et. Heç kim səni görməsə necə yaşayacağına, özünə necə sədaqətli olacağına bax. Və sadəcə bu insanlar həyatda görünür olma zamanları gəldiyində daha hörmətli, daha dəyərli və daha sevgi ilə görünür olurlar. Çünki cəmiyyət onları qəbul edir. Özü ilə inkişafdan keçmiş insanı cəmiyyət sevir. Çünki onda həqiqi dəyişimi hamımız hiss edirik. Təsadüfi deyil ki, hər aktyoru izlədiyimizdə biz eyni hissi keçirmirik. Çox məşq etmiş, öz üzərində çalışmış, pərdə arxasında çoxca buna zaman ayırmış aktyorla özünü göstərməyə çalışan aktyorun biz səhnə performansını çox yaxşı ayırd edə bilirik. Birini çox bəyənirik, alqışlayırıq, təqdir edirik, hətta ona heyran oluruq. Digəri isə bizə qıcıq verir. Süni gəlir, səmimi gəlmir. Baxın, o həqiqi alqışlanacaq aktyor olmaq üçün arxa planda çox özümüzlə qalmalıyıq, məşq etməliyik. Amma bu təbii bir prosesdir. Bunu etmə məqsədimiz də görünür olduğum zaman alqışa layiq olum olmamalıdır. Niyyət nə qədər doğru olarsa, yolçuluq nə qədər səmimi olarsa, həyat da bir o qədər dəyərli olar. Mən bu videonu izləyən hər kəsi özü ilə səmimi olmağa dəvət edirəm. İnanın, həyatımız çox qiymətlidir. Bunu bizə aid olmayan çabalarla keçirməyə dəyməz. Bugün keyfiyyətli bir həyat yaşamaq istəyirsinizsə, dəyərlərinizə bir daha baxın. Ehtiyaclarınızı bir daha gözdən keçirin. Hansı sizin həqiqi ehtiyacınızdır? Hansı sizin müvəqqəti, keçici ehtiyacınızdır? Çünki aktyor hər halı ilə dəyərlidir. Həm səhnənin arxasında, həm səhnənin önündə.